karyera sərgiləri tələbələrin iş dünyası ilə tanış olmaları, eyni zamanda iş dünyasında olan müxtəlif imkanlarla tanış olmaq üçün bir fürsətdir. Həm də ki, o iş dünyasında olan vakansiyalarla bağlı məlumatlıq əldə etmək üçün düşünürəm ki, yaxşı bir alətdir həm də karyera sərgiləri. Bugünkü karyera sərgisində müxtəlif şirkətlər iştirak etməkdədir. Onlar müxtəlif sahələri əhatə edirlər. Artıq Azərbaycan Dövlət Neft Sənaye Universiteti təkcə neft-qaz sənayesi üçün deyil, ümumiyyətlə bütün sənayelər üçün mühəndis hazırlığı ilə, iqtisadçıların hazırlığı ilə məşğul olan bir universitetdir. Bir çox sahələr üzrə vakant yerlərimiz var və tələbələr, universiteti bitirən yoldaşlar, məzunlarımız artıq müraciətlərini ediblər. Çox istəyər ki, bundan sonra da bu cür tədbirlər keçirilsin və təcrübəmiz göstərir ki, bu cür tədbirlərin sonunda bir çox tələbənin işə qəbul prosesini həyata keçirmişik. Biz birbaşa kampaniyalarla ünsiyyət qurub öz CV-lərimizi ötürə bildik və bu bizə böyük bir dəstəkdir. Son illər ərzində həm internshipdə bizdə iştirak edən, həm sonra vakansiyalarda gəlib bizə işə qəbul olunan adınız məzunları kifayət qədər olub. Tələbələr işə yönümlü, CV-lərini verib işdə təmin olunması, praktika qazanması üçün çox yaxşı bir iş. Bu kimi sərgilər də bizim universitet tələbələrində iş imkanı tapmaqda, praktika qazanmaqda çox mühüm rol oynayırlar. Hal-hazırda aktiv vakansiyalarımız da var ki, biz QR-larını hazırlamışıq. Yenə tələbələr yaxınlaşıb özləri məlumat əldə edə bilərlər. Həqiqətən də çox faydalı fürsət oldu. Mən burada yeni şirkətlərlə tanış oldum. Düşünürəm ki, karyera sərgisi məzunlar üçün və yuxarı kurslar üçün böyük bir fürsətdir. Həqiqətən də biz bundan faydalanmalıyıq. Vakansiya hər zaman var, təcrübə proqramlarımız hər zaman var. Bizim tələbələrə, gənclərə, istedadlı, öz ixtisasını bilən gənclərə hər zaman ehtiyacımız var. Görmədiyim şirkətlər var idi ki, mən onlarla tanış oldum və CV-lərimi ora müraciət elədi. Çox sağ olsunlar, çox yaxşı bir şəkildə maraqlandılar bizlə. Mənim CV-lərimi qəbul elədilər və hazırda yenə də gəzməyə davam edəcəm.